Hər kəs salam. Deməli, bu günləri bizdə valideyn görüşüdür. Müşfiq qardaşımızın 6 ay bitib, keçir ikinci mərhələyə. Xahiş elədim valideynlərdən ki, öz təəssüratlarını bizə bağışlasınlar və siz də görəsiniz. Mən çox təşəkkür edirəm, həqiqətən deyirəm. Bura gəlmişəm, elə bilirəm ki, öz evimdir, həqiqətən də. Oğlumun da rəng rufunu görəndən sonra lap ürəyim açılıbdı ki, bu svej bir oğlan olubdu. Ona görə də Allah ömür versin, çox sağ olun. Təşəkkür edirəm sizə, sağ olasınız. Mən də bir ana kimi öz minnətdarımı bildirirəm Əkbər müəllim sizə. Mən çox razıyam sizdən. Allah sizdən də razı olsun. Mən evladımı yaxşı gördüm, çox yaxşı vəziyyətdə gördüm. Çox şad oldum. İndi əminəm ki, indi gedir ambulatoriyaya, orada da öz vaxtını başa vurar, sağlam qaydar üstümüzə gələr evimizə. İnşallah. Allah sizdən razı olsun. İnşallah. Mən sizdən çox razıyam Əkbər müəllim. Bunu söz üçün demirəm ha ki, məsələn kiməsə xoş gün yox. Həqiqətən ürəkdən deyirəm ki, Doğrudan ürəkdən biz deyirik. həqiqətən çox razıyıq, həqiqətən də. Söz gəlişi demək deyil. Yəni ürəkdən sözlərdir bunlar. Sağ olun, təşəkkür edirəm. Üzünüzə görə demirik də, yəni Yox, ürəyimizdən gələn söz, xoş sözlərdir. Belə- Siz hər şeyə elə belə layiqsiniz tərif kimi Əkbər müəllim. demirəm. Ürəkdən deyən sözləri deyirəm, yəni ki, çox gözəl. Çünki o sözlərə Çox yaxşı, layiqsiniz. Allah layiqsiz. sizi var eləsin. Mən öz ürəyimdən gələn sözü deyirəm. Mən heç bir söz düzəliş vermirəm heç nəyə. Sağ olasınız, təşəkkür edirəm. Minnətdarıq sizə. Təşəkkür Sağ olun. ederim. Xoşdur ki, Sağ olun. siz razısınız. Bəli. Mən də istəyim odur ki, yəni bizim cavanlarımız, yəni bu bəladan uzaq olsunlar, Bəli. sağlam Bəli. olsunlar. Bəli. Cəmiyyət də görsün və gələcək nəslimizi də xilas edin. Sağ olun. Çox Sağ olun. Allah razı olsun.